Salam değerli izleyiciler, her vaxtınız xeyir olsun. Bu günləri sizlərlə dərslərə qaldığımız yerdən davam edirik. Bu günləri bizim mövzumuz statik konstruktorlardır. Statik konstruktorlardan danışacağıq. Statik konstruktorlardan sizə məlumat verməyə çalışacağım. İlk öncə biz person klası yaradaq. Bunu public edək və bizim person klasımızın yenə bir id'si olsun, name olsun, surname olsun. Bu kimi bir id olsun. Məsələn adı olsun. Sən name verəcəm. Surname olsun. Bir də məsələn maaş adında bir dəyişən verəcəm. Buna bir dəyər də məsələn verə bilərik, salary falan, hər hansı bir mən adlandırma verdim. Yəni siz də istədiyiniz bir şey yaza bilərsiniz təbii ki. Konstruktorumuzu yaradırıq və bu dəfə mən bunları private edəcəm. Yalnız bu class daxilində əl çatan olsun. Və biz konstruktorumuzda dəyərləri necə verirdik? Təbii ki, buradan gəlirdik, int id verirdik. String surname verirdik. Daha doğrusu name verirdik, sonra surname, name və bunları biz bizim dəyişənlərimizlə mənimsədirdik təbii ki. Konstruktorumuzda olan parametrləri burada olan dəyişənlərlə mənimsədirik. Biz konstruktorun işləmə məntiqi necə idi? Mən məsələn gəlib bu konstruktorda olan dəyərlərə, konstruktoru istifadə etmək istəsəm. Konstruktor nə idi? Proqram başladıldığı anda ilk işə düşən metoddur. Person klasından mən bir obyekt yaratsam əgər, person adında olsun. Məsələn, proqram özü avtomatik bunları mənə verdi və deyir ki, senin person klasında bir id'in var, name'in var, surname var. Halbuki sənin dəyərlərin burada yoxdur. Sən 1 verək. Sharp dəyər verəcəm. Məsələn, proqramlama olsun. Sən bu cür dəyər verdik. Və bir də bu məlumatları bizim ekrana yazdıran bir metodumuz olsun təbii ki. Məlumat adında bir metodumuz olsa bu kifayət edəcək bizə. Bu da bizim üçün sadəcə dəyərləri ekrana çıxardacaq. Məsələn, id'si məsələn id olsun. Name, buradan gələn name dəyəri, surname, burada qeyd edək. Aha, mənim bir maaş dəyərim qaldı ki, halbuki mən onları konstruktorunda dəyər göstərmədim. Gəlin bunu bir run edək. Təbii ki, metodumuzu çağırma şərti ilə məlumat metodumuz var, hansı ki o metodu biz çağırmalıyıq. Sadəcə run edirik və bizim məlumatlarımız ekrana çıxacaq. Baxın, dəyərlər hamısı ekrana gəldi. Burasını ümid edirəm ki, başa düşmürsünüz. Çünki mən konstruktorlar mövzusunu başa salarkən bunların hər birini ətraflı izah etmişdim.
kanalda bunların videoları var. Yəni məlumatlar, dərslər hamısı mövcuddur. Yenə də videoda yuxarı hissədə bu konstruktorla bağlı olan dərsləri etiketləyəcəm ki, izləyə bilməyən, izləməyən, yəni dərslərə baxmayan biriləri varsa, təbii ki, o dərsləri izləyib sonra bu dərslərə keçsələr daha yaxşı olar. Yəni təməl mövzuları bilib də bu dərslərə gəlsələr daha yaxşıdır. Onsuz da təməl mövzuları bilməyib də bu mövzulara gəlib baxan, yəni biriləri bunu rahatlıqla başa düşə bilməyəcək. Hətta mən deyərdim ki, başa düşmək çox çətindir. Burası aydındır. Yəni nə etdiyim? Konstruktor yaratdım. Konstruktor məndən konstruktorumuz dəyərləri istədi. Məsələn, biz gəlib də statik bir konstruktor yaratmaq istəsək necə olacaq? Yenə bir konstruktor yaradıram. Statik konstruktor necədir? Bu access modifierin yerinə statik açar sözü olur burada. Başqa bir şey olmur. Mən məsələn burada maaş dəyərini vermək istəsəm, məsələn burada gəlirəm. Mən burada maaş dəyərim. Görürsünüz, maaş ekrana gəlmir. Sadəcə mənim konstruktora verdiyim parametrdir. Nə üçün gəlmir? Çünki statik konstruktor içində yazılacaq dəyişkən özü də statik olmalıdır. Mən burada gəlib, hətta bir dəqiqə, burada da kiçik hərflə yazılıb, onun üçün sizin başınızı qarışdıra bilər. Bunu böyük hərflə yazıram. Yəni, görün ki, mümkün deyil onun gəlməsi. İndi gəlin burada statik açar sözünü istifadə edək. Baxın, görürsünüz, avtomatik olaraq bu gəldi. Bir xəta var burada. Burada bizə nə deyir? Constructor must be parameterless. Yəni, parametr bunun üçün istifadə edilə bilməz. Yəni, bunun parametrəsi ola bilməz statik konstruktor. Biz bunu aradan qaldırsaq, maaşda maaşa deyil də, maaşa birbaşa biz dəyər əlavə edirik. Məsələn, olsun 2000. Birbaşa buna bir dəyər əlavə elədik. Yəni, statik konstruktorların üzərindən keçək bir daha. Statik konstruktorun içində istifadə olunacaq dəyişkən özü də statik olmalıdır və statik konstruktorlar daha doğrusu parametr qəbul eləmir, parametr verilmir. Yəni, birbaşa istifadə ediləcək dəyər statik açar sözü ilə yazılması mütləqdir. Ona statik konstruktor isə birbaşa dəyər verilir. Məsələn, gələk bir dənə də burada metod yazaq. Rahatlıqla bu konstruktorumuzda ekranda görərik bu necə dəyərlər. Bizim statik konstruktorumuzun. Məsələn, gəlib yazaq ki, public void maaş əlavə deyə. Yəni, əlavə maaşımızın üstünə əlavə bir məbləğ gəlib, məsələn. Onunla təbii ki, biz burada konstruktor vasitəsilə konstruktorumuz, daha doğrusu metodumuzu çağırdıqda dəyər verəcəyik. Məsələn, int əlavə maaş deyək. Burada biz nə edə bilərik? Məsələn, gəlib deyə bilərik ki, əlavə edilmiş, məsələn, əlavə edilmiş desək, məsələn, atıram, burada siz istədiyiniz bir şey yaza bilərsiniz, heç bir fərqi yoxdur. Burada nə edəcəyik? Burada biz təbii ki, bir yenə burada deyəcəyik ki, bizim dəyərimizin üzərinə gəlirik nəyi? Əlavə maaşı. Bu oldu bizim dəyərimiz. Bizim burada hal-hazırda statik konstruktorumuz, yəni static person konstruktorumuz içərisində olan maaş dəyərimiz 2000-dir. Biz burada yenə əlavə bir metodumuzu yazdıq. Gəlib yenə mən o metodumu çağırsam, məsələn, person nöqtə maaş əlavə metodunu çağırsam, yəni ad qəribə oldu, amma dediyim kimi siz istədiyiniz bir adlandırma verə bilərsiniz. Mən sadəcə olaraq, yəni bu dərsə baxan tələbələr və yaxud da bu dərsi öyrənmək istəyənlər üçün sadəcə izah məqsədi ilə hər hansı bir ad verdim burada. Məsələn, maaş əlavə baxaq bizdən nə istəyir? Deyir ki, int
olaraq əlavə bir maaş parametrəsi vermirsən, parametrə dəyəri ötürmüsən və sən o dəyəri bizim o dəyəri verməyimizi gözləyir təbii ki. Məsələn, mən bura yazsam, nə yazım, məsələn 650 yazsam. Baxın, əlavə edilmiş nə idi bizim? Bizim burada person klassımızda əlavə edilmiş bu WriteLine içərisində mən əlavə edilmiş yazmışdım. Yəni əlavə edilmiş bunu belə də yaza bilərik. Əlavə edildikdən sonraki maaş belə də yaza bilərik. Yəni dediyim kimi burada nə istəsəniz özünüz hər hansı bir mesaj yaza bilərsiniz. 2000 bizim burada verdiyimiz dəyər idi. Təbii ki, biz burada bir nə etdik burada? Qısaca üzərindən keçək bunun da. Bir metod tanımladıq, metod yazdıq. Maaş əlavə metodu. Bu metod bizdən əlavə maaş deyə bir parametrə qəbul edir. Və biz burada maaşın üzərinə əlavə maaşı gəlirik, bu parametrəni gəlirik. Yəni bizim əlavə maaşımız dediyimiz, mən burada bu metodu çağırdığımda mən nə dəyər girsəm, təbii ki, bunun yerinə düşür. Təbii ki, maaş da artıq dəyər verilmiş şəkildədir. Yəni nə dəyər versək, ona uyğun olaraq ekrana çıxır. Yəni mənim sizə izah etmək istədiyim bu idi ki, ən əsas olaraq statik konstruktor necə istifadə olunur? Statik konstruktorun digər konstruktorlarla fərqi nədir? Bu qədər. Yəni burada ən əsas iki hissə var. Statik konstruktor access modifier olmur. Bizdə statik konstruktorun öz adı olur. Statik konstruktor parametrə qəbul eləmir. Statik konstruktor birbaşa sənin dəyişənin onun içərisində dəyər verilərək istifadə edilir. Statik konstruktorun içərisində istifadə etmək istədiyin dəyişən özü də statik olmalıdır və bu da sübutu. Compile bizə error verdi, yəni saniyəsində. Çünki dediyim kimi, əgər sən bunun içində dəyər istifadə edirsənsə, statik konstruktordan söhbət gedir burada. Məhz sən statik açar ifadəsindən istifadə etməlisən. Ümid edirəm ki, bu dərs sizin üçün faydalı, həmçinin yararlı olmuşdur. Nələrsə inşallah izlədikdə öyrənə biləcəksiniz. Növbəti videolarda görüşmək ümidi ilə. Videomuzu bəyənməyi, rəy yazmağı, kanalımıza abunə olmağı unutmayın. Hələlik.